Salam əvvəla hər birinizi salamlayıram. Bu günlərim yeni ilə qədəm qoyacaq inşallah. Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə bütün Azərbaycanımızı səmimi qəlbən təbrik edirəm. Bu gün bizim Dəyanət Uğurla söhbət verilişimizin, ilk verilişimizin çox əziz 3 qonağı var. Mən sizə ilk öncə Azərbaycan Respublikasının qəhrəman övladlarından biri olan Şəhid Həziyev Xəyalın anası Məlahət anamızı tanış etmək istəyirəm. Anam, xoş gəlmişsən. Çox sağ olun, çox sağ olun. Var olasınız. İkinci qonağımız isə həmişə Azərbaycanımızın siyasətini dəstəkləyən, həmişə gənclərimizə nümunə olan və biz həmişə o insandan örnək götürmüşük. Çox dəyərlimiz Qarabağ Regional Gənclər İdman İdarəsinin Ağcabədi rayon üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Eldəniz Qəmbərovu salamlayıram. Xoş gəlmisiniz. Verilişimizin həqiqətən də ilkinci günü və ilk verilişimizdə çox istədik ki, qonağımız olasınız. Siz də sağ olun ki, bizi eşidib gəldiniz, saydınız. Bizim üçün böyük qürur verici bir histir ki, siz bizimləsiniz. Və Vətən müharibəsinin iştirakçısı və Azərbaycanımızın bir çox yerlərdə bayrağını qaldırmış çempionumuz Qarabağ İdman Klubunun rəhbəri Ceyhun Niyazovu salamlayıram. Xoş gəlmişsin əziz qardaşım. Var olasan. Bugün biz yeni ilə bağlı gələcək nəsillərimizi, gənclərimizi necə görmək istəyirik və bu il gənclərimiz bizi qane elədimi? İlk öncə istəyərdim şəhid anasından söz eşidək inşallah. Mən də ilk öncə salamlayıram hamını, xalqıma, bayramını təbrik eləyirəm, uğurlar arzulayıram, hamıya can sağlığı, xoş günlər arzulayıram. Bugün də biz bu təzə il axşamında Dəyanət Uğur söhbəti ilə bir yerdəyik. Allah çox-çox xeyir versin. İnşallah yaxşı olar, həmişə uğurlu olar. Öz adına layiqdə uğurlar olacaq Allahın köməkliyi ilə. Çox sağ olun. Mən də bir şəhid anası olaraq Həziyev Xəyalın anasıyam. Mən də bunu demək istəyirəm ki, bütün Allah şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Qazilərimizə can sağlığı, veteranlara uzun ömür arzulayıram. O qazilərimiz ki, bizim qazilərimiz də bizim şəhidlər balalarımızın şahidləridir. Yanında olan, onların qəhrəmanlıqlarını həmişə danışan, həmişə qapımızı açıb içəri girən, bizi yoxlayan şəhid valideynləri. Onlardır. Onlara da uğurlar arzulayıram. Bu təzə ilimiz düşərli olsun bütün xalqıma, millətimə. Prezidentimizi də təbrik edirəm, ailə üzvləri ilə bir yerdə. Xanımın, Mehriban xanımın, ailə üzvləri. Can sağlığı arzulayıram. Onu arzu edirəm ki, bir də heç vaxt biz müharibə, körpələrimiz, özümüz müharibə şəraitini yaşamayalım. Xoş günlər keçirdəyən, xalqımın uğurlu olsun, günləri, saatları. Sağ olsun bizim Dəyanət Uğurla da söhbətimiz. Həmişə yaxşı olar Allahın köməkliyi ilə. Ona görə ki, o birinci şəhidlər valideynlərini davət edib, açılışın şəhid anaları ilə, ataları ilə edib. Axırı yaxşı olar. O da həmişə bizim ailədə olublar. Bütün şəhid ailələrini yoxlayıbdır, yanımızda olubdur, bizə dayaq olub. Həmişə qapımızı açıb içəri girib ki, ana, nəsə bir şey olar, nəsə bir şeyə, məsələn, müraciət olar. O bizim yanımızda olub həmişə. Ona uğurlar arzulayıram. Allah çox-çox xeyir versin. Yaxşı olar Allahın köməkliyi ilə. Əgər bu, yenə də deyirəm, açılışı sifdə şəhid ataları, anaları eləyibsə, həmişə yaxşı olar. Allah onun ürəyinə görə versin. Mərd oğlandır. Öz adına, qoyulan adına da uyğun onun özünün. Çox sağ olun. Bəli, analara, ataları hürmət eləyir. Onun gözəl Allah rəhmət eləsin atasına. Onun şair atası var idi. Bəli, onun oğlanları da mən dünən də bu demişəm açılışdakı, o heylə oğlanlar həyata tərbiyə veribdir, həyata gətirib. Şəhidlərdən də danışanda ki, mənim demək evladıdır deyir. Mənim o Xəyalın 33 yaşı var idi. Heç onu aparmırdılar. Özü Minzadda işləyirdi, Qazaxıstanda işləyirdi. Uşaqlar deyib ki, Xəyal, burada müharibəyə çağırırlar, çağırış var. Özü durmadan gəldi. Könüllü getdilər. Bəli, özü könüllü olaraq, özü getdi, komissarlığa müraciət elədi, dedi, mən də vətən oğluyam. Dedilər, səni yaşın düşmür Xəyal, lazım olanda çağırarıq. Dedi, yox, mən vətən oğluyansa gedəcəm. O Xocalı bu soyqırımlarına baxırdı, götürmürdü.
Həqiqi Allah'ın da olsun, evladım demirəm. İndi Ağcabəddə də tanımayan Xəyalı heç kim deyərəm ki, tanımamış olmaz. Hamı tanıyır Xəyalı. Mərd evlad idi, evladım demirəm. Çox ürəkli uşaq idi. Deyirəm ana, şəhidlər hər biri seçilmişlər idi. Eldəniz mənim fikir verdiniz də bu Vətən müharibəsinin şəhidləri hamısı bir-birinə bənzər xasiyyətdə olan igidlərimiz idi. Ceyhun qardaş da Vətən müharibəsinin iştirakçısıdır və onun bir kadr var. İnşallah rejissordan istəyəcəm ki, üstə görsətsin o həmin kadrları. O düşmanın tankından erməni bayrağını götürüb yerə tuluyur. Sonra da belə salit vuraraq üzərinə düşür. Həqiqətən də çox qürur verici bir anlar idi. Həmin qardaşımız da həmin şəhidlərimizin yadigarlarıdır, həmin onların şahidləridir. Şəhidlərin qardaşıdır. İstəyərdim Eldəniz müəllim, bizim günü-gündən çiçəklənən Azərbaycanımız, hər zaman siz Ulu Öndərimizin də dəstəkçisi olmuşsunuz həqiqətən də. Hər zaman harda olur olsun Ulu Öndərimizi anan və bizə örnək olan bir ictimai xadim olmuşsunuz. İstəyərdim siz də müəyyən mövzulara toxunasınız. Çox sağ olun, təşəkkür edirəm. Əvvəla ilk növbədə Bəyanat uğurla söhbət verilişini təbrik edirəm, uğurlar arzulayıram, davamlı olsun, xeyirli olsun, uğurlu olsun və fürsətdən istifadə edərək xalqımızı, gənclərimizi 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə və qarşıdan gələn yeni il günü münasibəti ilə təbrik edirəm səmimi qəlbdən, uğurlar arzulayıram. Bu yüksəkli bayrağımız həmişə zirvələrdə dalğalansın, himnimiz oxunsun, səslənsin. Hamımızın yaxşı bildiyi kimi, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan gəncliyinə həmişə xüsusi diqqət və rəhbər qayğısı göstərmişdir. O çıxışlarında, görüş və söhbətlərində dəfələrlə qeyd etmişdir ki, gənclər bizim gələcəyimizdir. Biz ölkəmizin xoşbəxt gələcəyini onlara etibar edirik və inanırıq. Bu sözlərdə Azərbaycan gəncliyinə sonsuz məhəbbət və böyük inam vardır. Məhz Ulu Öndərimizin rəhbərliyi altında 1994-cü ildə pərakəndə halında olan Azərbaycan gəncliyini vahid ideya ətrafında sıx birləşdirən, dövlətin gənclər və idman siyasətini həyata keçirən qurum yaradıldı. Azərbaycan gənclərinin forumları keçirildi. 2 fevral Azərbaycan Gəncləri Günü elan edildi. Azərbaycan gənclərinin birinci forumunda Ulu Öndərimizin gənclərə verdiyi tövsiyələr bugün gənclərimizin daim diqqət mərkəzindədir və onlar üçün bir örnəkdir. Azərbaycan gənclərinin birinci forumunda Ulu Öndərimiz demişdir. Gənclərimiz bizim milli ruhda tərbiyə olunmalıdır. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc müstəqil Azərbaycanın gələcəyini təmin etmək üçün vətənini sevməlidir, dilini sevməlidir, dinini sevməlidir, milli ənənələrini sevməlidir. Onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə lazımi yer tapa bilməyəcək və şübhəsiz bizim ictimai siyasi proseslərdə lazımi qədər iştirak edə bilməyəcəkdir. Məhz Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında 1989-1993-cü illərdə ölkədə baş verən həcməcliyin, vəzifə ərslərinin hərəkətlərinin, dövlət çevirici cəhdlərinin, oğurluq, quldurluq, dövlət əmlakının talanması hallarının qarşısı alındı. İnsanların, eləcə də gənclərimizin etmiş inamı özünə qayıtdı. Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamlar imzalandı. Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında yeni, müasir, müstəqil Azərbaycan dövləti yaradıldı. Bugün Azərbaycan xalqı elədir və biz Ağcabədlilər yaxşı bilməliyik ki, ölkəmizdə ordu quruculuğu prosesinin sürətlə inkişafı, iqtisadiyyatımızın əsas istiqamətlərindən biri olan daxili və xarici investisiyanın gün-gündən artımı, son 22 ildə 3000-dən artıq məktəblərin tikilməsi, yolların çəkilməsi, körpülərin salınması, olimpiya idman komplekslərinin inşa edilib idmançılarımızın istifadəsinə verilməsi, bağlanmış neft müqavilələri, çoxlarına əfsanə, yerinə yetirilməsi mümkün olmayan, xəyal kimi görünən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin reallığa çevrilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi, Bakı-Tbilisi qaz dəmir yolunun tikilib istifadəyə verilməsi, 2015-ci ildə 1-ci Avropa oyunlarının, 2016-cı ildə Dünya Şahmat Olimpiyadasının, 2017-ci ildə 4-cü İslam Həmrəli oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4-1 filan oyunlarının iri şəhərlərlə Sankt-Peterburg, Roma, Mühün şəhərlərlə yanaşı Bakı şəhərində də keçirilməsi ilə bağlı qərarların qəbul edilməsi, Formula 1 yarışlarının keçirilməsi, Azərbaycanımızın strateji validiyyətlərin gün-gündən artması, Azərbaycanımızın kosmik sənayeyə malik olan ölkələr sırasına daxil olması, 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycanımızın ərazisindən erməni işğalçılarının qovlu çıxarılması, ən nəhayət faciələr üstündə çırpınan Azərbaycanımızın 1993-cü ilin 15 iyundan sonra indiki vəziyyətə gətirilməsi əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş
Bugün isə bu siyasi kursu uğurla davam etdirən ölkə prezidentimiz Cənab İlham Əliyevin apardığı müdrik, daxili və xarici siyasətin məntiqi nəticəsidir. Çox sağ olasınız. Həqiqətən də o qədər gözəl danışırsınız. Saatlarla oturub sizi dinləmək olar. Ceyhun Niyazov, həm idmançımız, həm döyüşçümüz. Anət müəllim, mən də sənə birinci növbədə öz təşəkkürümü bildirirəm ki, verilişin ilk gündən, ilk qonaqlarından biri də mən seçdiyin üçün və başda bütün Azərbaycan xalqını, başda şəhid ailələri olmaqla yeni il münasibəti ilə təbrik edirəm. İnşallah ki, hər şey gözəl olar, verilişiniz də düşərli, uğurlu olar. Şəhid anamız o qədər gözəl danışdı, Eldəniz müəllim o qədər gözəl danışdı ki, məncə nə varsa açıq, aşkar şəkildə onlar dedim və mən də bir daha sizə bu işlərdə uğurlar arzu edirəm. Çalışarıq. Bayaq bildiyimdə sizin yerinizin ortada hər iki tərəfində müdriklər var. O nöqtəyə nəzərdən gəncsən. O sağında solunda yaxşı sözlər eşitsin. Eldəniz müəllim həqiqətən də tək Ağcabətimizin deyil, Azərbaycanımızın dəyərlisidir. O kimi ziyalılar valla deyərəm ki, çox azdır. Bəli. Biz həmişə Eldəniz müəllimdən ruh almışıq. Nə işimiz də olursa, həmişə yanına getmişik və bizə yaxşı məsləhətlər verib. Eldəniz müəllim, işiniz gənclərlə bağlıdır, idmançılarla bağlıdır. Bu gün də Azərbaycanlı çempionumuz, yəni məhz bizim Ağcabədli idi. Boks idmanları üzrə dünya çempionu oldu. Aha, o gəncimizlə bağlı da bir öz fikirlərini, öz arzularını çatdırasan. Özü gələ bilmədi, dedi, inşallah ilərləyən verilişlərimizə qonaq olacaq. 2025-ci il ümumiyyətlə Ağcabədi idmançılar üçün, ümumiyyətlə Azərbaycan idmançılar üçün və həmçinin Ağcabədi idmançılarından çox uğurlu il olubdur. 2025-ci ildə deyərdim ki, 150-dən artıq medallar əldə olunubdur. Birinci yer, ikinci yer, üçüncü yerlər, rayon turnirləri, zona yarışları, respublika birincilikləri, dünya çempionatları, Avropa çempionatları. Ağcabədi rayonunda karate idmanları üzrə böyük uğurlar əldə olunubdur. 2025-ci ildə taekwondo və boks idmanları üzrə daha böyük uğurlar əldə olunub. Mamedov Sübhan bildiyiniz kimi böyüklər arasında 19 yaşında boks idmanları üzrə dünya çempionu oldu və həmçinin də o boks idmanları üzrə Avropa çempionudur. Taekwondo idmanları Ağcabədə daha çox inkişaf edibdir və daha çox idmançılar bu idmanların ətrafında belə deyək də cəmlənibdir. Səlimov Vasif Avropa çempionu və Avropa çempionatının mükafatçısıdır. Dünya çempionatının bürüş mükafatçısıdır. Səlimov Vasifin müəllimi İsmailov Zöhrə Rüstəmoğludur. Çox istedadlı məşqçidir. Həmçinin Əliyev Novruz isə yenə Avropa çempionu olubdur və bu yaxınlarda keçirilən dekabr ayında Azərbaycan çempionatında demək istəyirəm ki, Əliyev Novruz Azərbaycan çempionu oldu. Həsənov Çingiz Azərbaycan çempionu oldu. Əliyev Novruzun məşqçisi Cəlil Abdullayevdir və Səlimov Vasif məşqçisi Zöhrə İsmailovdur. Və eyni zamanda qeyd etmək istəyirəm ki, balaca bir idmançımız Abdullayev Rizvan Cəliloğlu 2025-ci ildə uşaqlar arasında Avropa çempionudur. Cəlil müəllimin oldu. Çox uğurlu nəticələrdir və bir daha idmançıların hər birinə uğurlar arzulayırıq və inanırıq ki, 2026-cı ildə bu uğurlar davam edəcək. Qarabağ Regional Gənclər İdman İdarəsinin Ağcabədi rayonunda Gənclər İdman sektoru əvvəlcədən tədbirlər planı işləyib hazırlayır. Cənab nazir tərəfindən təsdiq olunur və yerlərdə uğurla həyata keçirilir və 2026-cı ildə də tədbirlər planı işlənib hazırlamışdır və müxtəlif idman növləri üzrə tədbirlər həyata keçiriləcək və inanırıq ki, idmançılarımız yenə də şürəkli bayrağımızı zirvələrə qaldıracaq, himnimiz oxunacaq. Biz də hər birinə uğurlar diliyirik. Ceyhun müəllim, bizim gənclərin sevimli idman müəllimi, Qarabağ İdman Klubunun bax bu 2025-də geridə qoyduqları nələr oldu? Uğurlarınızdan danışın. 2026-ya nə planlayırsınız inşallah? İnşallah 2025-ci ildə Dayanət müəllim, bizim Qarabağ İdman Klubu da Respublikada 7 dənə Respublika çempionu verdiyi Azərbaycan çempionatında bir neçə turnirlər Heydər Əliyevin xatirəsinə həsr olunmuş, təzəli isə beynəlxalq turnirdə 7 idmançımızın 4 nəfəri qızıl medalla Ağcabədiyə qayıtdı və inşallah 2026-cı ildə çalışacaq ki, daha da böyük zirvələr, daha da böyük uğurlar, daha da böyük nailiyyətlərlə yenə də öz idman sevərlərimizi, gənclərimizi sevindirək. Elə bir uşaq yetişdirsənmi, deyirsən 2026-da səndən böyük nəticə gözləyir? İnşallah var Dayanət müəllim. Bir neçə elə idmançılarımız var. İnşallah çalışırıq onların üzərindəki gələcəkdə ölkəmizi layiqincə təmsil eləsin.
Ceyhun müəllim eyni zamanda Gənclərimizin uğurları bol olsun. Yaxşı olar Allahın köməkliyi ilə. istedadlı məşqçidir. Onun rəhbərliyi altında bir çox idmançılar fəaliyyət göstərir və inanırıq ki, 2026-cı ildə o idmançılar da Azərbaycanımızın şəhərli təcrübələrdə dalğalandıracaqlar və uğurlar arzulayırıq. Çox sağ olun. Buyur anam, buyur. İdmandan danışıldı. İdmançı qazimiz də oturub burada əyləşib bizim yanımızda. Mənim şəhidim də Həziyev Xəyal da, evladım da idmançı idi. 6 il idmana getmişdi. Özünün karate üzrə. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Çox sağ olun, çox sağ olun. İstəyərdim ki, belə uşaqlar yarışa gedəndə bizim şəhidlərimizin adına da geçsinlər. Var da, elə olur. Bir dənə üzr istəyirəm, ana, çox üzr istəyirəm, mən sizin sözünüzü kəsirəm. Mənim elə klubum şəhidlərimin adını daşıyır, Qarabağ İdman Klubu. Bu günləri biz, məqsədimiz Qarabağ İdman Klubu qoymaqda, biz hər bir döyüşə çıxanda, hər dəfəndə bir şəhidimizin, ümumi şəhidlərimizin adı ilə çıxırıq. Və bizim Qarabağ İdman Klubu qoymaqda məqsədimiz odur ki, şəhidlərimiz heç vaxt unudulmasın. Çünki bizim klubun şəhidi də var, qazisi də var. Qoy, gələcək övladlarımız həmişə bizim şəhidlərimiz həmişə bizim qürur mənbəyimizdir. Doğrudan Eldəniz müəllim, bir ana da dedi ki, mən hər Qarabağa gedəndə o torpaqda tək övladımın deyil, şəhidlərin qanı və təri tökülür o torpağa. Ümumilikdə o gözəl övladın rəmzi ki, elə Qarabağ ümumi şəhidlər deməkdir. Və həmçinin şəhidlərimizin əziz xatirəsinə müxtəlif idman növləri yarışlar keçirilir. Əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Həkimlər tərəfindən deyəsən Olimpiya kompleksində şəhidimiz Tariyel Salmanovun adına yarış keçirilir. Bəli, yarış keçirilir. Paylaşımlarda gördük, düzdür, bizə Bu yaxınlarda voleybol idman üzrə də həmçinin keçirilir və inşallah 2026-cı ildə də mütəmadi olaraq davam edəcək. Eyni zamanda futbol idmanı üzrə də keçirilir və mütəmadi olaraq davam edəcək. Rəhmətli şəhidimiz də idmanı sevərik. Razılıq olarsa əgər Xəyalın idman şəkilləri də var. Özü 4 nömrədə yarış təşkil etmək olar. Şəhidimiz Xəyalın adına yarış təşkil etmək 4 nömrəli məktəbdə sinifi var. O çox gözəl, çox sağ olsun. Bizim qabaqki direktorumuz çox gözəl sinif düzəldikdi Xəyal üçün. Qaradolaqda da Xəyalın döyüş yoldaşı Daşqın var. O birini təşkil ediblər. Veriblər müəllim, Şairə müəllimimiz, Xəzəngül müəllimə. Çox gözəl müəllimədir o da. O Xəyal elə bir keçibdi Sərzaddan, kəşfiyyat, orada erməni qızını tutub və onu məhv edibdi. Onu deməli uşaqlara Allah hamd olsun, belə səyəcanlayan, uşaqlara onu elə bir səhnədə düzəldiblər ki, bizi davət elədilər, oraya getdik. Onu səhnəni elə verdilər ki, elə direktorlarda oturmuşdu bizlə bir yerdə. İnan, həqiqə elə bildim ki, Xəyal döyüşür, belə biz də ona tamaşa edirik. İnanın, elə bir də müharibə şərətindən uşaqlar o səviyyədə çox gözəl hazırlaşmışdılar. Çox sağ olsun. Xəzəngül müəlliməyə də buradan təşəkkürümü bildirirəm. Həm də bizim şairəmizdə bəli, şəhidlərimizə neçə kitablar çap eləbdir, yazılıbdır, çıxarılıbdır. Çox gözəl müəllimədir. Yəni deməyim odur ki, Xəyalın da bir idman razılıq olarsa, idman şəklini böyütmüyor, evdə var. Gətirib veririm sizin o kluba. Gözlərimiz üstə, baş tacımızda. Bakıda da idman kompleksinə Xəyalın idman verilibdə adı orada daşıyır. Bir neçə yerdə var. Sağ olsunlar. Allah köməkləri olsun. Bizim şəhidlərimizi unutmayanı Allah heç vaxt unutmayacaq. Kim bizim o şəhidlərimizin haqqında danışarsa, ataları, anaların ürəyini açarsa, məclislərinə davət eləyərsə, orada biz iştirak eləyəriksə, bizim elə istəyirək ki, nə deyim, dərdimizin yarısını unuduruq. Eldəniz müəllim, müdrik söz var ki, şəhidlər vurulanda deyil, unudulanda ölürlər. Elə bir məsəl var. Allah köməyimiz olsun. Deməyimiz odur ki, bizim şəhidlərimiz heç vaxt unudulmasın. Unudulmaz da. Birdən o sözü ifadə eləyirlər. Mən ona yaxşı baxmıram. Yəni unudulmağa görə deyirəm unudulmaz. Heç vaxt xalqım unudulmaz. Xalqıma görə unutmazkən yaşadığımız günlər, aldığımız o nəfəs də bizim şəhidlərlə qazilərimizin hesabınadır. Biz onların hesabına yaşayırıq. Elə ruhla döyüşürlər. Bu çəkilişlər çıxır qarşımıza. Məsələn, Ceyhun qardaşımızı mən həm də dostluq münasibətimiz var. Deyirəm, qardaş, sən o döyüşlər kimi ruhlu görməmişəm. Təbii ki, döyüşdən sonra onun kadrlarını görmüşəm. Orada o qədər aktiv, o qədər gülə-gülə, sevinclə iştirak edib ki, amma normalda təbiəti çox ciddidir.
Deyirəm qardaş, orada bambaşqa bir abu-havadaydın. O hansı abu-havadır? Ceyhun, bizə qismət olmayıb, sən yaşamısan, görmüsən, şahidi olmusan. Biraz istəyərdim o sicayətindən bizə danışasan. Düzdür, danışmanı sevməsən də, çünki qarşında şəhid anası var yanında, bir yanında İlləniz müəllim. Buyurun, eşidirik. Mən bu günləri elə bir verilişdəyəm, yenə deyirəm, həm solum, həm sağım, daha insanların yanındayam və istəyərəm ki, mən daha çox az danışım. Daha yaxşı olar danışasan, şəhidlərimizin də elə bir yoldaşları, qazilər danışanda bizə xoş gəlir, elə həvəslənir. Sizin haqqınız çoxdur, amma düz deyir, sizin haqqınız çoxdur. Bəli, həvəsli danışanda erməni üçün, düşmənlərimiz üçün süzayətlərinizdən biz də elə bir ki, fəxr edirik. Qürur duyuruq biz qazilərimizlə, şəhidlərimizlə, onların keçdiyi o... Yadda qalan döyüş yolunun o yollardan, qəhrəmanlıqlarınızdan danış. Orada biz danışmam, elə bir his yaşayırdıq ki, sanki ölüm bizim üçün hesad edir. Yəni qorxu deyilən bir şey, necə deyim, elə bir his yox idi ki, bu dəqiqə ölərik, nə deyik. Bizim hər birimizin bir dənə amalımız var idi. Sonuna kimi döyüşmək. Düzdür, o hissləri mən nə qədər danışsam da tam fikirlərimi sizə izah edə bilmərəm, o necəyiz. Qorxulu hissi də var idi. Amma bizim millətimizin, bizim xalqımızın, bizim igidlərimiz o qədər cəsarətli idi, o qədər ürəkli idi, o qədər hamımızın beynimizdə bir dənə psixologiyamıza yerləşmiş ki, biz erməndə olan bütün torpaqlarımızı azad edəcəyik. Və ona görə hər kəs bütün canı ilə, qanı ilə, canı bahasına döyüşürdü ki, və istədiyimizə də çatdıq orada. Şükür bugünkü günümüzə. Şükür, əlbəttə. O epizodu bizə danış. Bayram necə oldu? Hə, mən ümumiyyətlə çox müharibə haqqında danışmaq istəmirəm. Yenə də danışaq. O bayraq gəldik söhbəti. Biz Hadrutda gecə pusu qurmuşduq. Hadrutda ermənilərin toplaşdığı bir ərazi var idi. Səhərə yaxın ora hücuma keçməlidir. Biz o hücuma keçəndə onlar tankların çoxunu qoyub qaçmışdı. Erməni tankın üstündə gördüm ki, erməni bayrağıdır. Daha doğrusu tank deyildi, 2S1'lər idi. Və orada idmançı olduğum üçün mənə bir anlıq belə bir istək, belə bir həvəs gəldi ki, o bayrağı söküb yerə tullayanda Azərbaycan bayrağını həmən tankın üstünə asıb, elə o bayrağın üstünə də arxaya salto vurdum. Elə o da bir yadda qalan, necə deyim, yəni sosial şəbəkələrdə də çox yayıldı. Bəli, istiqadə verəcəksiniz. Çoxdur, orada gözəl hisslərimiz də çox olub, acı hisslərimiz də olub. Səbəbilə orada biz cins-cinə döyüşən qardaşlarımızı itirmişik. Düzdür, onlar heç vaxt ölmür. Onlar bizim üçün hər zaman yaşayıb, yaşayacaq. Son bir günə kimi də bizim də borcumuz ki, biz onları yaşatmaq. Var olasınız. Belə biz işləri görmək üçün həqiqətən də insanların hardansa qazanclığı bir yer var. Bizi də bu işləri danışdıq sponsorlarımıza. Onlar daimi bizlə çalışmaq istədiklərini vurguladılar. Buradan Fərid bəyə çox sağ ol deyirəm. Ağcabədi rayonunda yerləşən Kilo bazarı Özbəkistan məhsulları Bazar Store'dan bazara gedən yolun sağ hissəsində yerləşir. Orada kilo ilə bütün paltarlar, bu arada yeni gözəl quru çaylar gətiriblər. Və Stefano Rico Heydər Əliyev prospektində dadlı şirniyyat evi ilə üzbəüz yerləşir. Orada da bir alana birini hədiyyə verirlər. Bu da yeni ilə görə Rauf müəllimin gözəl fikridir. Və bu yaxında Gəncə təndiri açıldı. Buradan dostlarımıza çox sağ olun deyirik. Xoş gəlmişsiniz Ağcabədimizə. Gəncə təndiri məhsulları 111 paltar mağazası ilə üzbəüzdür. Günün 24 saatı xidmət edirlər və çox qəşəng, həqiqətən də fərqli dovğaları, qaymaqları, çörəkli olur. Burada da sponsorlarımıza çox sağ olun deyirik və Eldəniz müəllim, İnşallah bizim gənclərimizi 2026-da nə cür görmək istəyirsiniz? Məsələn, 2025-də görmüsünüz, müəyyən fikirləri ilə razı olmamışsınız. 2026-da necə deyim, təmiz keçsinlər. O hansıdır sizi narahat edən bir şeylər varmı? Gənclərimizə arzulayardım ki, 2026-cı ildə yumruq kimi birləşsinlər. Ölkə prezidentimizin ətrafında sıx birləşsinlər və Azərbaycan dövlətinin müstəqilliyinin daha da möhkəmlənməsi, çiçəkləməsi yolunda qüvvə və bacarığını əsirgəməsinlər. Onda dəmir yumruq da böyüyür. Və üzərlərinə düşən gənclik məsuliyyətinin öhdəsindən layiqincə gəlsinlər. Anladınız, siz gənclərimizə nə tövsiyə edirsiniz? Gənclərimizə mənim tövsiyəm budur ki, Allah gənclərimizi qorusun, onların yolları uğurlu olsun. Bizim gənclərimiz mərddirlər. İnanın ki, Allah bir də bizə göstərməsin. Əgərlərim biz də bizim müharibə şəraitini görsək, inanın hamısı şəhidlərimiz kimi onların qardaşlarıdır. Ürəklə gedərlər. İnanın ki, belə nə deməyək, durmadan gedərlər. Bizim gənclərimizə uğurlar arzulayıram.
nə bilim, böyüklərə hörmət qoysunlar. Onu arzulayaram ki, böyüklərə hörmət olsun. Özləri belə mərd olsunlar, sağlam olsunlar. Böyük kiçiyin yerini bilsinlər. Vətənlər üçün uğurlu gənclər olsunlar. Var olasın. Sağlamlıq da ondan başlayır ki, Allah idmandan onlara sağlam can versin. məhz ona görə də Bəli. anamızın sözünə qüvvət bugün iki idmançımızı dəvət etdik verilişimizə. Çünki 2026-ya daha sağlam ruhla, hə müəllim, Bəli. daha cümrah keçmək lazımdır. Ona görə də insanları idmana səsləyirik. Bax bizim Eldəniz müəllim, yəni maşallah olsun, o insanda hər şey var. Yəni o insanda təhsil də var, idman da var, gələcək üçün hansı addımları atam deyə bir şeylər də var. Müəyyən gənclərimiz sıxılır, hansısa bir problemlərdən müəyyən bədbəxt hadisələr baş verir. Bax, mən istəyərdim ki, gənclərimizin uçuruma getməməsin deyə belə müdrik insanları tanıyıb yaxınlaşsınlar. Mənə də gəlir ki, hansısa bir rayon gənci və yaxud da fərq edəməz qız, oğlan yaxınlaşsa ki, mənim bizə bir yol görsət, hansısa bir uçurumun kənarındayıq, onda Eldəniz müəllimə də yaxınlaşa bilərlər. Mən həmişə deyirəm ki, Eldəniz müəllimin yanına kim bucaq açıb getsə, Eldəniz müəllim də ona bucaq açıb, onu bağrına basmalı və düzgün addım atmağı öyrətməyə qadir bir insandır. Var olasınız. Mən rəhmətli atamdan tanıyıb o kişini çox istəmişəm. O vaxt heç real birimizi tanımırdıq. Çünki mən balaca uşaq idim. Atam həmişə deyirdi ki, rayonumuzda belə bir idmançı olan var. Həm də çox natik insan. Atamın sözü var bir dənə. Allah köməyiniz olsun. Ona görə istəyirəm ki, bəhrələnsinlər sizin kimi insanlardan. Siz də öz tövsiyələrinizi verərsiniz. Bizim bir neçə gün onlar bizi davət elədilər burada idmana. Elburusdur. Sən səhv eləmirəmsə, Ecərdə olur. İdmanın. Taekwondo idmanı üzrə məşğul Elburusdur. Elə burada tutduq ki, çayda içdik, söhbət elədik. O Xayanın sinif yoldaşı olubdu. Biraz nəysə qəmgin oldu, biraz nəsə danışdıq, söhbət elədik Xayanın haqqında. Keçdiyi günlərdən, gəç vaxtlarından, uşaq devrlərindən bir sinif qutarıqdır. Orada da biz elədilər. İnan orada uşaqlar idman eləyirdi. O qədər onlara fəxr elədim ki, qürurla onlara belə baxdım ki, həqiqi idmançılar. Görəndə elə bir bizim fəxr yerimiz olur, qürur yerimizdir. Onlar gələcəyin elə bir qəhrəmanlardır, belə deyirəm də. Ən güclü istəyərdik ki, bizim gənclərimiz həmişə ilə sağlam, həmişə ilə bax bu idmana meyilli olsunlar. Belə biz də baxaq, fəxr eləyək millətimizlə. Düzdür, mən həmişə mənim o sözümdür, bir atalıq sözü kimi deyirəm ki, bir evlad itirdimsə, neçə dənə xəyal tapdım. Bir xəyal verdimsə, torpaq yolunda, vətən yolunda neçə də xəyallardır. Hamısı mənim evladımdır. Gənclərin hamısı mənim evladımdır. İnanın, onlar bizə elə hürmət edir ki, şəhid valideynlərinə. Özümüz belə nətə demək, həqiqi dərdimi unuduram. Heç təsəvvür eləmirəm ki, mənim balam şəhid oldu. Ona görə ki, Allah gənclərimizi saxlasın. Allah onları qorusun. Onlara sağlam can arzulayıram. Onları böyüdən valideynlərə də bayramlarını təbrik edirəm. Ürəkdən, səmimi qəlbdən. Onlara uğurlar arzulayıram. Elə evlat yetişdirirlər. O gəncləri sağlam, bəli, gənclər elə evlat Anacan, yetişdirirlər. Qazimiz Ceyhun. Həqiqətən də bir neçə dəfə onun dərs keçdiyi zamanda olmuşam. Uşaqları necə də vətənpərvər hazırlayır. Onların təlim tərbiyəsi ilə də məşğul olur. Özü də elə bir güclü yaşa malik deyil, özü də gəncdir. Amma o qədər müdrik sözlər danışır, o uşaqların psixoloquna da, psixologiyasına da təsir edir. Ki, mən gələcəyi belə olum, müəllimim mənə belə dedi və qarşısında döyüşçü bir müəllim, onun özü də bir böyük örnəkdir. Adətən məşqdən sonra həmişə bir yarım saat öz idmançılarımızla adətən mənə çətin olur Eldəniz müəllim yanında danışmaq, çünki belə ustadın yanında mənə nəsə fikir bildirmək, yəni o bizim üçün biraz çətindir. Yanımızda ustadır. Eldəniz müəllim həqiqətən bizim Ağcabəndinin fəxri, bizim Ağcabəndinin senseyi də belə deyək, sensey bizə yəni alim, yəni idman alimi demək olur. Yəni üzr istəyirəm Eldəniz müəllim, mən sizin yanınızda fikir bildirdiyimə görə, yəni siz çox böyük, çox gözəl müəllimsiniz. Biz də sizlərdən öyrəndiyimizi öz şagirdlərimizə, öz tələbələrimizə təbliğ edirik. Bəli, Dəyanət müəllim, demək biz məşqdən sonra həmişə mən öz idmançılarımla bir yarım saat, 20 dəqiqə psixoloji söhbətlər eləyir, onları həmişə vətən sevgisi ilə böyütməyi, onların şərt o deyil ki, bir idmançıya əl, ayaq, döyüş sənəti öyrədəsən. Əsas odur ki, idmançının psixologiyasını daha çox çalışasan. Bu günlərdə mənə orada hər zaman idmançılarıma izah edirəm ki, niyə Qarabağ İdman Klubu qoyuruq? Nədir səbəb? Qarabağ İdman Klubu qoyuruq ki, ondan ötər ki, biz hər döyüşə çıxanda ruhla, düşmanı qalib gəlməkdən ötə elə bir psixologiya yaranmadı. Biz sanki Qarabağ uğrunda döyüşürük. Yəni Qarabağı təmsil edirsə qalib olmalıyıq. Bəli. Yəni
şükür gənclərimiz də maşallah olsun, yavaş-yavaş irəliləyiş olur, yaxşıdır, irəliyə doğru gedir. Ümumiyyətlə Azərbaycanda demək olar ki, 2025-ci ildə idmançılarımız çox gözəl nəticələr qazandı. Nəinki Azərbaycan, ümumiyyətlə Azərbaycan idmançıları fərqi yoxdur. Biz də inşallah çalışırıq ki, getdikcə ancaq yaxşılığa doğru vətənimizi az da olsa bizim də bir əziyyətimiz olsun ki, vətənimizi layiqincə təmsil edək. Elnaz müəllim, deyirəm idmanı cənab prezidentimiz də sevdi gənclərə. Bir neçə dəfə yarışların Azərbaycandan düşməyi, adicə o maşın ötüşlərini belə Azərbaycana gətirib çıxartmaq həqiqətən də bunun böyük bir siyasətdir. Azərbaycan idman dünyada idman ölkəsi kimi tanıyırlar. Mən çıxışımda da qeyd elədim. 2015-ci ildə 1-ci Avropa oyunlarının, 2016-cı ildə Dünya Şahmat Olimpiyadasının, 2017-ci ildə 4-cü İslam Həmrəli oyunlarının, eləcə də bu yaxınlarda MDB oyunları yarışlarının, MDB yarışlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarların qəbul olunması əlbəttə ki, cənab prezidentin idmana göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. İdmançılarımız dünyada öz sözlərini layiqincə deyirlər. Şəhərli bayrağımızı zirvələrə qaldırırlar. Eləcə bax bu Ağcabədi idmançımız Sübhan final döyüşündə, yəni Rusiya idmançısına, amma əslən erməni olan idmançıya qalib gəldi. Hamımızı sevindirdi, bütün Azərbaycanımızı sevindirdi. Çox istedadlı idmançıdır və inanırıq ki, gələcəkdə də bu missiya davam edəcək, bu uğurla çıxış edəcək. Neçə belə yarışlarda idmançılarımız qalibiyyətlə ayrılacaqlar və üstəlik bayrağımız zirvələrdə dalğalanacaq. Biz də qürurla onu izləyəcəyik. Azərbaycanımızı istəməyən qüvvələr də məcbur şəkildə ayağa qalxıb, o himnimiz necə oxunur, bayrağımız necə dalğalanır, onlara baxacaqlar. Bütün idmançılarımıza uğurlar arzulayırıq və ölkə prezidentimizə idmançılarımız adından dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Tanrı ölkə prezidentimizi, Ali Başkomandanımızı qorusun. Amin inşallah. Bugün bilirsiniz, buradan çıxıb hamımız gələcəyini evlərimizə yeni keçirtməyə. Siz də bugün bu soyuq havada gəlib mənim qonağım olduğunuz üçün sizlərə böyük minnətdarlığımı bildirirəm. Var olasınız ki, həqiqətən sizin kimi dəyərli insanlar məhz mənim ilk verilişimin ilk qonağı oldunuz. Buyur, eşidirik. Bəli. Birinci açılış, əgər şəhid valideyni davət olunubsa, qazimiz davət olunubsa, vətən qəhrəmanımız, bizim qardaş olursa, Gənclər Mərkəzinin müdiri, yaxşı olar, axırı da yaxşı olar inşallah. Bayram xalqının bir daha təbrik edirəm. Şəhid analarımın, atalarımın, qardaş bacılarımın, neçə belə onlara illər arzulayıram. İldən ilə keçən, bu təzə ilimiz uğurlu olsun, düşərli olsun, rozili olsun, can sağlığı, könül xoşluğu arzulayıram xalqıma. At muraddır. İnşallah bütün elimiz obamız Azərbaycan xalqı muradına çatar inşallah. Sağda uğurlar arzulayıram. Çox sağ olun. Uğurlu olsun sənin büyün, bu açılışın, bu sənin bu şəhidlər valideynlərin davət elədiyin, götürdüyün, qədəm qoyduğun. Yaxşı olar inşallah. Allahın köməkliyi ilə dəyanət uğurur söhbəti, daha da gözəl söhbətlər olar, daha da gözəl məsləhətlər olar. İnşallah. Studiyamıza da yeniliklər eləyəcək inşallah. Nətər deyim, hazırıq, ondan sonra sizin yolunuzda. Nə desəz, biz canla başında sizin yolunuzda dayanmışıq. Var olasınız. Allah şəhidlərimizə bir daha beycəki gecədə rəhmət eləsin. Çox sağ olun. Bir daha yeriniz mübarək. Xoş bildim ki, gəlim düzdür. Elə evdə oturmaqdandısa, elə gəlim mən burada özüm millətimi də təbrik eləyim, özüm ürək sözlərimi də deyim. Sağda Allah xeyir versin deyim, can sağlar. Hal-hazırda canlı yayımdan da izləyirlər bizi. Buradan sizləri də yeniniz təbrik Qazimcin edirəm. anasını da təbrik eləyirəm. Gəlin bu yeniliğini təbrik eləyirəm. Uğurlar arzulayıram. Sağ olsun ki, belə oğul yetişdirib. Belə oğlanlarımız var olsun. Bizim fəxrimizdir, qürur yerimizdir belə oğlanlar. İnşallah biz də bu verilişi açmaqda məqsədimiz oldu ki, Ağcabədi rayonunda belə bir şey olsun. İnşallah irəliləyən günlərdə bura başqa yeniliklər edəcək. Sadəcə yeniliklər çatdıraq deyə biraz qaça-qaç olduq. Yəni bir təhər buranı düzəldə bildik. İnşallah irəliləyən günlərimizdə bura daha şəraitli olacaq, daha rahat olacaq sizlər üçün və öz işini, peşəsini, öz biznesini tanıtmaq istəyən qardaşlarımız da qonağımız olacaq.
sonra bacarıqlı övladlarımız var, qızlar, oğlanlar, sonra dəcəl uşaqlarımız olur evlərdə, şirin balalar. Kim istəsə verilişimizə çıxmaq üçün bizə müraciət edə bilərlər inşallah. Ən əsas da mən çox istəyirəm ki, hər verilişimizdə bir şəhid anası, bir qazimiz və Eldəniz müəllim kimi dəyərli bir şəxsiyyətimiz həmişə olsun. Var olasınız, bir daha bizi eşidib, sayıb verilişimizə gəldiyiniz üçün sizlərə minnətdarımızı bildirir. Çox sağ olun. Çox sağ olun. Davetinizə görə siz də çox sağ olun. Çox sağ olun. Uğurlar Yəqin siz də arzulayırıq yollanırsınız sizə. evinizə yenilik keçirməyə. Ailə üzvlərinizə də salamlarımızı çatdırırsınız. Bəli, əziz izləyicilərim, bugün Ağcabədi rayonunda Dəyanət Uğur studiyasında Dəyanət Uğurla söhbət verilişinin 3 dəyərli qonağı oldu. Siz də şahidlər oldunuz. Allah sizləri qorusun. Allah 2026-da Azərbaycanımıza elə gətirsin ki, gəlişi ilə bütün pislikləri ölkəmizdən qovsun. Amin Allah. Amin.